Size Azərbaycan neftinin satışından böyük sərvətlər toplayan daha bir nəfər haqqında danışım. Çoxunuz onu tanımırsınız, bilmirsiniz. Elə hamı elə hesab edir ki, Azərbaycan neftinin əsas satıcısı Rövnəq Abdullayevin dayısı oğlu Anar Əlizadədir və bütün bəşəriyyətin lənəti də onun üstündədir. Məşhur bir məsəldə deyildiyi kimi, çaqqal var gödən yırtır, qurdun adı bədnamdır. Amma var belə bir gizli şəxs. Daha bir belə gizli şəxs. O kölgədə qalmağı xoşlayır və bunu da bacarıb. Bu adam Kaspian Drilling şirkətinin baş direktoru Fərid Axundovdur. O 2008-ci ildə bu vəzifəyə təyin edilib, həm qazır, həm də satır. Nədir bu Kaspian Drilling? Kaspian Drilling Company şirkəti pay bölgüsü müqaviləsinin imzalamasından sonra Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədi ilə 1996-cı ildə 55% payla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və 45% payla Amerika Birləşmiş Ştatlarının Santa Fe Global Santa Fe Transokean şirkəti ilə birgə yaradılıb. Hardan tapıblar bu Fərid Axundovu? Bu Moskva mənşəli kadrdır. Belə görünür ki, 2008-ci ilə qədər o gah Bakıda, gah da Moskvada lövbər atıb, Rusiya paytaxtındakı xarici ölkə səfirlikləri ilə təmasların yaradılması, inkişaf etdirilməsi kimi qeyri-müəyyən işlərlə məşğul olan bir qrupun adamıdır. Bu işləri bacarıblarmı ya yox, bunu deməkdə çətinlik çəkirəm. Amma Moskvada fırlandığı dəqiqdir. Elə oradan da Rövnəq Abdullayevə tövsiyə ediblər. Hətta belə bir təqdimatla ki, istəyirsən İlham Əliyevə də biz deyək, sən ona Sokarda babat bir vəzifə ver. Rövnəq də deyib ki, İlham Əliyevə deməyə ehtiyac yoxdur, mən özüm həll edərəm və həll edib. Sokarın ən yağlı idarələrindən, şirkətlərindən birinin başına gətirib. O da bütün təmaslarında vurğulamağı xoşlayıb ki, mən bu ölkədə cəmi 2 nəfərə hesabat verirəm. Bunlardan biri İlham Əliyev, o birisi isə Rövnəq Abdullayevdir. Yeri gəlmişkən, indi Rövnəq Abdullayevin məxsusi olaraq onun üçün ayrılmış bir villada təcrid edilmiş durumda saxlandığı barədə söhbətlər var Bakıda. Mən bunun nə qədər dəqiq olduğunu deyə bilmərəm, amma hər halda onun ümumi haqq hesab dəftərlərinin tutuşdurulması müddətində təcrid edilmiş vəziyyətdə saxlanılması ağlabatan ehtimaldır. Ola bilər, hansısa tədbirlərdə gözə dəyə bilər, bu da xüsusi icazə sayəsində ola bilər. Amma söhbət bu deyil. Fərid Axundovdan danışıram, onun necə var dövlət sahibi olmasından, Sokar mənşəli qarətin başında duranlardan biri halına gəlməsindən. Adətən belə adamlar nəslindən miras qalıb deyirlər. Məsələn, William Hacıyevin dediyi kimi ifadələri fırlada bilirlər. Amma onun nəslindən heç nə qalmayıb. Bakıda ortadan da biraz aşağı rifah səviyyəsində gün keçirən bir ailədən gəlir. Anası da Bakı şəhərində adi klinika həkimlərindən biri olub. Fərid bu vəzifəyə təyin ediləndən sonra Kaspian Drilling üçün Bayıl tərəfdə Şıxov yolunda nəhəng bir idarə binası da tikdilər ki, Sokarın ümumi ofisində yad gözlərin qarşısında fırlanmasın. İlk zamanlarda əlbəttə çox böyük paket maaşı ilə vəzifəyə təyin edilib, amma qısa müddət sonra Sokar sistemində onu ikinci Anar Əlizadə adlandırmağa başlayıblar. Az sonra onun kiçik qardaşını da gətirib Sokarda yüksək vəzifəyə təyin etdilər və idarə daxili klan quruculuğunun konturlarını yaratmağa başladı. Sokar əməliyyatlarında bişib yetişmə prosesinin gedişində təkmilləşən Fərid Axundovun anası Maya xanım Axundova Polşada bir həmkarı ilə, yəni ixtisasca həkim olan, amma Polşa civarlarında nüfuzlu dövlət adamları ilə sıx əlaqələri olan bir iş adamı ilə evləndi. Bu xətt qısa müddət ərzində işlək hala gətirildi. Necə? Çox adi. Sokar milyonları həm də bir istiqamət üzrə Polşada özəl biznes şəbəkəsinin qurulması üçün yönləndirildi. Rövnəq, onun çevrəsindəki qohum əqraba, eləcə də əlbəttə siyahının başında Fərid Axundovun özü olmaqla Polşada özlərinə məxsus olan biznes strukturları qurmağa başladılar. Polşada əsasən nəqliyyat və turizm sektorunda mühüm investisiyalarla fərqlənməyə çalışdılar. Paralel olaraq Azərbaycanda da Polşa biznesini dəstəkləmək üçün turizm sektorunda öz şəbəkələrini qurmalı oldular. Bir faktı vurğulayım ki, Fərid Axundovun Azərbaycandakı turizm biznes sektorunun başında onun
həyat yoldaşı Sevda xanım Axundova dayanır. Azərbaycandan Polşaya işçi qüvvəsinin daşınması bu biznesin əsas xətlərindən biridir. Polşa daxilində isə sərnişin daşıma və taksi xidməti. Azərbaycanın korrupsiya pulları Rövnəq Abdullayev və Fərid Axundov cütlüyü vasitəsilə həm də Polşaya axır. Azərbaycanlıların uğurlanmış pullarının bir qismi. Əlbəttə, yalnız Polşa deyil, Fəridin Şərqi Avropanın başqa ölkələrində, o cümlədən Çexiyada da obyektləri var. Uzun illər ərzində bu korrupsiya sxeminin özünə aid olan hissəsinin təhlükəsizliyi üçün sabiq MTN şefi Eldar Mahmudovla da xüsusi münasibətlər yarada bilib. Əlbəttə, Eldar Mahmudov belə xidmətləri havayı göstərməyib. Üstəlik, o, Fərid Axundova ciddi şəkildə hamilik də edib. O zamanlar Eldar Azərbaycanda kimlərin nə qədər pulunun olduğunu ən dəqiq bilən şəxs kimi belələrini rahatca öz toruna sala bilirdi. Fərid Axundovun ailəsinə məxsus olan ilk ev Bakıda İncəsənət Universitetinin yaxınlığındakı binalardan birində idi. Olimp mağazası tərəflərdə. İndi oralarda nə qədər zirzəmi, irili xırdalı obyektlər, hətta dönərxanalar belə varsa, Fərid Axundovun əksəriyyəti imperiyasına daxildir. Məlumatlı şəxslər bildirirlər ki, Rövnəq Abdullayevin də haqq-hesab təcridxanasından tamamilə pulsuz, parasız buraxıla bilər, amma Fərid imperator olaraq qalacaq, çünki hələ də iş başındadır və işlərin başında dayananlardan biridir. O, sakit davranmağı xoşlayır. Lap əvvəldə dediyim kimi, ortalıqlarda poz verməyi, gözə dəyməyi xoşlamır və öz milyonlarını, kim bilir, bəlkə də artıq milyardlarını mütəvazi qaydada fırlatmağı xoşlayır. Sxemin təhlükəsizliyini qorumaq isə o qədər də ağıl tələb etmir. Fərid Axundov da başqaları kimi öz biznesinin uğurlu və qabarıq layihələrini ikinci xəttdən olan qohumların qaynanın, baldızının adına qeydə almağa üstünlük verir. Yeri gəlmişkən onun baldızı Esmira xanım da həkimdir. Onun da adına klinikalarda əlavə biznes kimi qeydə aldırılıb. Amma bilirsinizmi, Azərbaycan korrupsionerlərinin çoxunun da bir klinika hobbisi var. Sokar rangında olan oğruların çoxu, məsələn, Moskvada şərab evləri açmağı xoşladıkları kimi, Bakıda da klinikalar açmağı xoşlayırlar. Moskva demişkən, Fərid Axundovun Moskvada da Babat obyektləri var. Arbatda böyük bir evi, o tərəflərdə daha bir ticarət mərkəzi və onun Moskvadakı ticarət mərkəzi ki, içində gəlirli bir restoran da var. Neft fondunun belə obyektlərindən daha çox günlük və aylıq illik gəlir gətirir. Eyni zamanda Moskvada yemək daşıma şirkətləri də işləyir. Sokar korrupsionerlərinin bir qəribə şakərini də deyim. Bunlar Sokarın hesabına əsasən də dəniz kənarı zolaqlarda bahalı villalar tikməyi xoşlayırlar. Belə baxanda Sokarın axı bu villalara nə ehtiyacı ola bilər? Bu bir turizm şirkəti deyil, əmlak şirkəti deyil. Bu villaları dövlət hesabına, yəni Sokar pulları ilə tikirlər. Bəlli bir müddət sonra düşünün ki, məsələn, pomidor xiyar necə yetişir? Eləcə də bu villaların da sementi quruyub, betonu möhkəmlənəndən sonra xəlvətcə, əslində xəlvət də deyil, öz çevrələrinin hesab kitablarında görünür, çıxarırlar satışa və xırd edirlər bu dəfə öz mülkləri kimi. Nəyin hesabına qururlar bu korrupsiyanı? Biz Azərbaycanın neft sənayesində bütün mərhələlər üzrə qiymətlərin necə şişirdildiyi, təchizat məsələlərindən tutmuş avadanlıqların alınması, tikinti xərcləri, neftin satışı, qərəz hər bir detallar üzrə 3-4 dəfə, bəzən hətta 20-30 qat qiymət şişirdilmələrini bilirik, siz də bilirsiniz. Amma bir pozisiyanı sizə deyim, biraz da gülün, eyniniz açılsın. Sokar sistemində işçilərin gündəlik yemək xərci adi günlərdə 38-40 manat hesablanaraq silinir. Bunu heç o yeməkləri yiyən Sokarlılar da bilmir ki, adi manna sıyığı bu qiymətə başa gəlir, yoxsa daha iştahla yiyərlər. Şənbə-bazar günlərində isə bir Sokar işçisinin yeməyi üçün 48-50 dollar silinir. Siz də deyirsiniz ki, Sokar niyə zərərlə işləyir? Bu şirkət özünü türklər demiş əslində çoxdan fes etməli idi bu qədər xərcin altında. Fərid Axundov milyarder sayacağınız bir şəxsdir. İlham Əliyevin şəxsi simpatiyası və güvəni altında işləyən birisidir. Böyük korrupsiyaya çıxışı da elə bu xüsusi simpatiya əsasında həll edilmişdir.